Sumqayıt tekstil fabrikində 19 nəfər qidadan zəhərləndi. Bu gün saat 16:05 radələrindən başlayaraq Sumqayıt Tibb Mərkəzinin nəzdində olan 1 nömrəli şəhər xəstəxanasının infeksiyon xəstəlikləri şöbəsinə 19 nəfər, 16 qadın, 3 kişi olmaqla hospitalizasiya olunub. Təbibdən media qrupumuza bildirilib ki, dəqiqləşdirilməmiş bakteriyal qida zəhərlənməsi diaqnozu ilə onların hər birinə zəruri tibbi yardımlar göstərilib. Məlumata görə, hazırda 14 nəfərin müalicəsi davam etdirilir. Vəziyyətləri qənaətbəxş olan 5 nəfər isə ambulator müalicə üçün evə buraxılıb. Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Nəticələrlə bağlı məlumat veriləcək.